Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ba'd. İmam Nəvavi Rahimullah'ın 40 hədis kitabına devam edirik arkadaşlar. Növbəti hədisimiz 24-cü hədisdir. Buyurur ki, hədisin mətnində An Əbi Zərril Əl-Ğifari radiyallahu anhu anin Nəbi sallallahu aleyhi və səlləm fîmə yaravhu əv yarvihi an Rabbihi عز وجل فيما يرويه عن ربه عز وجل أنه قال يا عبادي إني حرمت الظلم على نفسي وجعلته بينكم محرما فلا تظالموا يا عبادي كلكم ضال إلا من هديته فاستهدوني أهدكم يا عبادي كلكم جائع إلا من أطعمته فاستطعموني أطعمكم يا عبادي كلكم عار إلا من كسوته فاستكسوني أكسكم يا عبادي إنكم تخطئون بالليل والنهار وأنا أغفر الذنوب جميعا فاستغفروني أغفر لكم يا عبادي إنكم لن تبلغوا ضري فتضروني ولن تبلغوا نفعي فتنفعوني يا عبادي لو أن أولكم وآخركم وإنسكم وجنكم كانوا على أتقى قلب رجل واحد منكم ما زاد ذلك في ملكي شيئا يا عبادي لو أن أولكم وآخركم وإنسكم وجنكم كانوا على أفجر قلب رجل واحد منكم ما نقص ذلك من ملكي شيئا يا عبادي لو أن أولكم وآخركم وإنسكم وجنكم قاموا في صعيد واحد فسألوني فأعطيت كل واحد مسألته ما نقص ذلك مما عندي إلا كما ينقص المخيط إذا أدخل البحر يا عبادي إنما هي أعمالكم أحصيها لكم ثم أوفيكم إياها فمن وجد خيرا فليحمد الله ومن وجد غير ذلك فلا يلومن إلا نفسه رواه Muslim. Hədisdə buyurur ki, qardaşlar, möhtəşəm hədisdir. Buyurur ki, Əbu Zər radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbindən rəvayət edib. Deməli nədir? Qudsi hədisdir. Allah Teala buyurmuşdur ki, ey qullarım, mən nəfsimə zülmü haram etdim. Onu sizin aranızda da haram etdim. Bir-birinizə zülm etməyin. Ey qullarım, mənim haqq yola yönəltdiyim müstəsna, yəni hidayətə yönəltdiyim müstəsna olmaqla hamınız zəlalətdəsiz. Məndən hidayət istəyin, sizi hidayətə yönəldim və yaxud da sizi hidayət edim. Ey qullarım, mənim yedirtdiyim istisna olmaqla hamınız açsınız. Məndən sizi yedirtməyinizi diləyim, sizi yedirdim. Ey qullarım, mənim geyindirdiyim müstəsna olmaqla hamınız çılpaqsınız. Məndən sizi geyindirməyimi diləyim, sizi geyindirim. Ey qullarım, siz gecə-gündüz günahlar edirsiniz. Mən bütün günahları bağışlayıram. Məndən bağışlanma diləyim, sizi bağışlayayım. Ey qullarım, siz mənə nə zərər, nə də fayda verə bilərsiniz. Ey qullarım, əgər sizin əvvəlinciniz və axırıncınız, insiniz və cinniniz aranızdakı ən təqvalı bir kişinin qəlbinə malik olsa belə, bu mənim mülkümdə heç nəyi artırmayacaq. Ey qullarım, əgər sizin əvvəlinciniz və axırıncınız, insiniz və cinniniz, yəni insanlarınız və cinləriniz aranızda ən pis qəlbə, ən pis əmələ və yaxud da qəlbə sahib olan bir kişinin qəlbinə malik olsa belə, bu mənim mülkümdən heç nə azaltmayacaq. Ey qullarım, əgər sizin əvvəlinciniz və axırıncınız, insiniz və cinniniz
bir yerə toplaşsa və bir daşın üzərinə çıxıb, məndən istəsələr, onların hər birinin istədiyini verərəm və bu məndə olanlardan heç nəyi azaltmaz. Yalnız dənizə batırılmış iynə o dənizdən nə azaldarsa o qədər. Ey qullarım, bunlar sizin əməllərinizdir. Mən onları sizin üçün sayıram. Sonra sizə tam şəkildə qaytaracağım, yəni əvəzini. Kim bir xeyir taparsa, görərsə, Allah'a həmd etsin o əməllərdə. Kim bundan başqa bir şey taparsa, ancaq öz nəfsini qınasın. Hədis möhtəşəm hədisdir, qardaşlar. Hədis möhtəşəm hədisdir və içərisində əzəmətli faydalar var. Və hədisin ravisi Əbu Zər Əl-Ğifari radiyallahu anhu onun deməli haqqında, tərcüməsi haqqında danışmışıq. Hədis Sahih Muslimin Kitabul Bir və-Silə vəl-Ədəb Bəbut Təhrimə Zulm hissəsində qeyd olunubdur, babında qeyd olunub hədis. Muslimin hədisidir. Hədisin mənziləsi barəsində qardaşlar, Şeyxülislam İbn Teymiyyə rahimehullah Fətavul Kubra əsərində deyir ki, bilinməlidir ki, bu hədis məqamı uca və əzəmətli bir hədisdir. Həqiqətən elə mətnindən də görünür ki, hədis möhtəşəm hədisdir. Və buna görə də İmam Əhməd rahimehullah deyir ki, bu hədis Şam əhli üçün ən şərəfli hədisdir. Bu hədis Şam əhli üçün ən şərəfli hədisdir. Və Əbu İdris Əl-Xavlani rahimehullah deyilir ki, bu hədisi danışarkən dizi üstə çökərdi. Hədis başda qeyd etdiyimiz kimi qudsi hədisdir, qardaşlar. Qudsi hədis nə deməkdir? Huvəl hadisul qavli el-mərfu' el-musnad minən-nəbi sallallahu aleyhi və səlləm iləllah və ləfzuhu və ma'nahu minhu subhanahu və teala. Peyğəmbərdən Allah azza və cəlləyə isnad edilən, nisbət edilən hədisdir qudsi hədis. Ləfzi və mənası Allaha aiddir. Allah Resulü sallallahu aleyhi və səlləm danışır, lakin onun ləfzi və mənası Allah Taala'ya aiddir, qardaşlar. Qudsi hədisin tərifi bu cürdür. Və ümumiyyətlə, İmam Nəvvi rahimehullahın bu 40 hədis kitabında cəmisi 4 qudsi hədis var, qardaşlar. Onlardan birincisi bu hədisdir. İkincisi, şübhəsiz Allah yaxşılıqları da, pislikləri də yazmışdır hədisidir. Üçüncüsü, kim mənim vəli quluma düşmən olarsa, bu hədisdir. Dördüncüsü isə, ey Adəm oğlu, sən mənə dua etdiyin müddətcə, yəni bu hədisdir. 4 hədis qeyd edib İmam Nəvvi rahimehullah. Bu 40 hədisdə 4 qudsi hədisi var. Yaxşı, qudsi hədisin hədisdən fərqi nədir? Elm əhli buyurur ki, birincisi, qudsi hədis ləfzi və mənası Allahdan olandır. Ləfzi və mənası Allahdan olandır. Hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, qalallah, Allah dedi. Hədis isə ləfz Rasuldandır sallallahu aleyhi və səlləm, məna isə Allahdandır. Ləfz Rasuldandır, məna isə Allahdandır, çünki vəhidir. İkinci fərqi, hədis, biz bilirik ki, hədisin tərifini deyəndə dedik ki, sözlə, əməllə və təqrirlə olur. Yəni, Allah Rasulunun sözü, əməli və görüb iqrar etdiyi, təsdiqlədiyi şeylərdir. Qudsi hədisin isə, qardaşlar, hamısı sözlərdir. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem bunu əməllə göstərə bilməz. Çünki Allah subhanahu və teala'dan rəvayət edir. Deyir ki, Allah Taala belədir, Rəbbim belədir və s. Üçüncüsü isə qudsi hədis Allah Rasulü Allahdan rəvayət edir. Rəbbindən rəvayət edir. Lakin hədis Allah Rasulü sallallahu aleyhi və səlləmdən rəvayət olunur. Tamam. Yaxşı, qudsi hədisin dedik ki, ləfzi və mənası Allahdandır. Onda qudsi hədislə Quranın fərqi nədir? Yenə elm əhli buyurur ki, qudsi hədisin tilavəti ibadət deyil, qardaşlar. Qudsi hədisin tilavəti birbaşa ibadət sayılmır. Lakin Quranın qiraəti nədir? Quran qiraəti isə ibadətdir.
Başqa bir fərqi, Quran namazda oxunur. Yəni hamının bildiyi kimi məruf olan, bilinən Quranın namazda qiraət olmasıdır. Qudsi hədis isə namazda oxunmur qardaşlar. Yəni bir kəs məsələn desə ki, mən bu hədisi götürüm Quranda namazda oxuyum, namazı batildir. Çünki əsl olan odur ki, Quran namazda oxunur, qudsi hədis isə oxunmur. Və növbəti fərq, Qurana dəstəmazsız toxunmaq olmaz. Yəni racih olan görüşə görə Qurana dəstəmazsız toxunmaq olmaz. Lakin qudsi hədisə isə dəstəmaz gərəkli deyil qardaşlar. Bu qudsi hədislə deməli Quranın fərqidir. Bəli. Hədisdə buyurur ki, ya ibadi, Allah Teala qullarına səslənir. Bu nida insanlara və cinlərədir qardaşlar. İnsanlara və cinlərədir. Və həmçinin Allahın qullarına rəhmətinin və lütfünün nişanəsidir. Fikir verin necə səslənir Allah Teala, ya ibadi, ey qullarım. Və sonra buyurur ki, inni harramtu-zulmə alə nəfsi və cəaltuhu beynəkum muharrama fələ təzalamu. Mən öz nəfsimə zülmü haram etdim, deyir Rəbbimiz. Və sizin üçün də zülmü haram etdim, zülm etməyin bir-birinizə. Allahın öz nəfsinə zülmü haram etməsi nə deməkdir qardaşlar? Yəni Allah Subhanahu və Teala zülm etməkdən imtina etmişdir deməkdir. Allah Teala zülm etməkdən imtina etmişdir. Və hər şey edəcək kamil qüdrəti olduğu halda. Rəbbimizin hər şeyə gücü çatır. Hər şeyə gücü çatır. Lakin zülmü öz nəfsinə haram edib. Yəni zülmdən imtina edib Rəbbimiz. Zülm nə deməkdir qardaşlar? Bunu yadınızda saxlayın. Zülm, elm əhli buyurur ki, vədu'u şey fi qeyri mevdi'ihi. Bir şeyi öz yerinə qoymamaqdır zülm. Yəni hikmətin əksi olaraq. Hikmət nədir? Bir şeyi öz yerinə qoymaq. Bir şeyi öz yerinə qoymaq. Lakin zülm bunun əksidir. Zülm bir şeyi öz yerindən başqa bir yerə qoymaqdır. Bu zülmdür qardaşlar. Və Allah Subhanahu və Teala öz nəfsinə zülm etməyi, yəni zülmdən imtina edibdir Rəbbimiz və heç nə ondan soruşulmadığı halda. Allah Teala'dan soruşulmaz. Çünki Allah Teala Quran-ı buyurur ki, Ənbiya surəsi 23-də La yus'alu amma yef'al və hum yus'alun. O etdiklərindən soruşulmaz, onlar isə soruşulacaqlar. Və həmçinin Kəhf surəsi 49-da buyurur ki, وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا. Rəbbin heç kimə zülm etməz. Və həmçinin Qaf surəsi 29-da Rəbbimiz buyurur ki, وَمَا أَنَا بِظَلَّامٍ لِلْعَبِيدِ. Yəni mən qullara zülm edən deyiləm. Və bu da nəyə işarə edir qardaşlar? Allah Teala'nın kamil ədalətinin isbatıdır. Kamil ədalətinin isbatıdır. Və sonra buyurur ki, وَجَعَلْتُهُ بَيْنَكُمْ مُحَرَّمًا. Və sizin aranızda da zülmü haram etmişəm. Zülmü haram etdim. Allah Teala zülmü bizim üçün də haram edib. Çünki Allah Azza və Cəllə, Rəbbimiz Subhanahu və Teala ədaləti sevir. Ədalətlidir və ədaləti sevir qardaşlar. Və ümumiyyətlə bilirsiniz ki, yer üzərində insanların bir-birinə zülm etməsi fəsadı çoxaldır. Və zülm iki şeyi əhatə edir insanlar arasında qardaşlar. Yəni bir-birinizə zülm etməyin deyəndə iki şey qəsd olunur. Yadınızda saxlayın. Birincisi, insanın özünün özünə zülm etməsidir. Məsələn, bu nə ilə olur? Şirk və asiliklərlə olur. Çünki Allahın əzabını, cəzasını və qəzəbini qazandırır. Yəni insan Allaha şərik qoşmaqla və həmçinin asilik etməklə özünə zülm etmiş olur qardaşlar. Və şirk də ən böyük zülmdür və bu zülmlərin dərəcələri var. Bütün günahlar insanın öz nəfsinə zülmüdür və bu zülmün də dərəcələri var. Ən böyüyü isə nədir? Şirkdir qardaşlar. Ən böyük zülm şirkdir. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, yəni sahabələr elə ki zülmü başa düşməyib,
Allah Rasulundan soruşduqda və Loğman Aleyhisselamın nəsihətini xatırlatdı ki, İnnə şirkə lə zulmun azim. Həqiqətən şirk ən böyük zülmdür. Və ikincisi isə insanın başqasına zülm etməsidir. Bu da haramdır qardaşlar. Bu da haramdır. Hətta o insan kafir belə olsa, heyvan belə olsa, kafir belə olsa, qeyri-müsəlman fərqi yoxdur. Heç kəsə Allah subhanahu wa ta'ala zülm etməyi icazə verməyib və bunu qullar üçün haram edib. Və sonra buyurur ki, Yə ibadi, ey qullarım, kullukum dallun. Hamınız zəlalətdəsiz. Fikir verin. Nida eləyir Allah Teala, ey qullarım. Və burada bu həmin cümlədə biz bir hissəsini dedik. Həmin cümlədə bəzi şeyləri toplayıb. Deyir ki, Yə ibadi kullukum dallun illə mən hədəytuhum. Fəstəhduni əhdikum. Deyir ki, hamınız zəlalətdəsiz, məndən hidayət istəyin, sizi hidayət edeyim. Bir, hidayət. İkincisi, ruzi. Üçüncüsü isə geyinmək, paltar. Və hidayət, ruzi və bu şeylərin hamısında Rəbbimiz bizə demək istəyir ki, siz hər şeydə, bütün dünya işlərinizdə və axirət işlərinizdə fəqirsiniz Allaha. Hamınız nəsiniz? Allah Taalaya fəqirsiniz. Yəni nə deməkdir? Siz Allaha möhtacsınız. Hətta hidayətdə belə, hətta yeyib içməyinizdə belə, hər bir işinizdə siz Allaha möhtacsınız. Və Allahdan istəyin ki, bu şeyləri sizə versin. Və birincisi gətirir ki, kullukum dallun illə mən hədəytuhu. Hamınız zəlalətdəsiz, ancaq mənim hidayət verdiyimdən başqa. Yaxşı, burada sual ortaya çıxır ki, insanın əsli zəlalətdirmi, yoxsa fitrət üzərindədirmi? Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, yəni insan doğulduğu zaman nə üzərə doğulur? İslam fitrəti üzərində doğulur. Ta ki onun atası və anası və yaxud da anası, yəni deməli Xristiyan və Yahudi edincəyə qədər. Yaxşı, burada nə qəsd olunur? İnsan fitrət üzərədir, yoxsa zəlalət üzərə? Əsl olan odur ki, qardaşlar, elm əhli buyurur ki, insan fitrət üzərədir. Allah Teala səlim fitrət üzərinə yaradıb insanı. Və başqa bir hədisdə, yenə qudsi hədisdə buyurur ki, Müslimin rəvayət etdiyi hədisdir. Və inni xalaqtu ibadi hunafa'u kulluhum. Mən qullarımı hənif din üzərinə, hamısını hənif din üzərinə yapmışam. Yəni nədir? Əsl olaraq fitrət üzərinə olmasıdır. Və əsl belədirsə, niyə görə Allah Teala bu cür səslənib? Kullukum dallun illə mən hədəytuhu. Hamınız azğınlıqdasınız, mənim hidayət etdiyimdən başqa. Və bu xitab mükəlləf olan, lakin fitrətini dəyişib sapanlara bir xatırlatmadır, qardaşlar. Fitrətini dəyişib sapanlara bir xatırlatmadır ki, siz zəlalətdəsiz mənim hidayət etdiyim qullarından başqa. Və elm əhli başqa mənada da gətirir həmçinin bu məsələni. Buyurur ki, yəni hidayəti bilməyən cahil mənasında. Siz İslam üzərinə doğulsanız da, haqqı sizə Allah Azza və Cəllə öz rasulları ilə çatdırmışdır. Bundan qabaq isə siz İslam üzərinə doğulsanız da, siz onun nə olduğunu bilməmişsiniz. Çünki Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, Nəhl surəsi 78-ci ayədə Vallahu əxracakum min butuni ummahatikum la ta'lamuna şey'a. Allah Teala sizi analarınızın bətnindən nə halda çıxardıb? Heç nə bilmədiyiniz halda. Və öz Rasuluna xitabən deyir ki, وَوَجَدَكَ ضَالًا فَهَدَى. Yəni səni hidayət edənədək bunu bilməmişdim mənasındadır. Yəni bir insan o haqq yola hidayət olunana qədər İslam üzərində, səlim fitrət üzərində olmasına baxmayaraq o hidayətdən əslən xəbəri yox idi. Və eləcə də
Allah Subhanahu wa Taala buyurur ki Şura suresinin 52. ayəsində وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَالْإِيمَانُ وَلَكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا. Fikir verin. Allah Teala xəbər verir ki, sənə də neynədik, vəhy etdik, nəyi? Sən ta ki o şeyləri bilmirdin. Kitab nədir, iman nədir bilmirdin. Allah Azza və Cəllə bunu sənə nur olaraq, hidayət olaraq sənə neynədi, vəhy elədi. Və buna qədər isə sən bundan xəbərsiz idin. Və bunu deyən elm əhli də buyurur ki, bu hədisdəki qəsd odur. Yəni Allah Teala sizi hidayət etdi, hansı ki ondan xəbərsiz idiniz, cahil idiniz. Və yaxud da necə ki Qadi İyad və həmçinin İmam Nəvvi rahimehullah Müslimin şərhində gətirir ki, bu niyə görə belə səslənibdir? Kullukum dalun illə mən hədeytuhu. Yəni bu Allah Rasulunun göndərilməsindən, bi'ətə deyirlər buna, göndərilməsindən əvvəlki hal idi. Yəni insanlar ona kimi bilmirdilər hidayət nədir. Necə ki Allah Subhanahu wa Taala buyurur ki Bəqərə surəsində 213-cü ayədə qardaşlar, Kânən nasu ümmətə vahidə. İnsanlar bir ümmət idilər. Yəni buradakı qəsd nədir? Yəni zəlalət üzərində idilər. Şirk üzərində idilər. Allah Resulü sallallahu aleyhi ve sellem göndərilənə qədər. Fəbə'ətəllahun nəbiyyinə mübəşşirinə və munzirin. Və bundan sonra Allah Teala Peyğəmbər göndərdi ki, o müjdəliyib və qorxudandır. Allah Teala ələm, yəni buradakı qəsd nədir? Sizin bundan xəbəriniz yox idi. Yəni hidayətdən. Allah ələm. Və sonra buyurur ki, qardaşlarım, fəstəhduni əhdikum. Məndən hidayət istəyin və buna çalışın. Və bu hidayət yolunu tutmağa cəhd edin. Mən də sizi hidayət edim. Hidayət iki qismdir, qardaşlar. Bunları yadınızda saxlayın, qəti surətdə. Dərsdən sonra da inşallah soracağım. Hidayət iki qismdir. Onlardan birincisi hidayət-ü tevfiq. Hidayət-ü tevfiq. Hidayət-ü tevfiq, yəni müvəffəq etmə hidayəti. Baxın, bu ancaq Allah Subhanahu wa Taala'ya aiddir. Və yaxud da buna deyirlər hidayət-ü tevfiq və ilham. Və fikir verirsinizsə, biz gündə 5 vaxt namazımızda ən azı 17 dəfə bunu təkrar edirik. İhdinəs sıratal müstəqim. Bizi hidayət elə. Bu mutlaq hidayətdir. Və bu mutlaq olaraq Allahın əlindədir. Heç kəs bunu bacarmır. Və Allah Subhanahu wa Taala necə ki Quran-ı Kərimdə buyurur ki, Kəhf surəsi 17-ci ayədə Mən yehdilləhu fəhuvel muhtəd. Kimi Allah hidayət edibsə, o hidayətə, yəni hidayət olunandır. Və mən yudlil. Və kimi də azdırarsa, fələn təcidə ləhum vəliyyə murşidə. Və onu doğru yola yönəldən, ona göstərən tapılmaz. Kimi Allah azdırarsa. Və başqa ayədə buyurur ki, Rəbbimiz Azza və Cəllə Qasas surəsi 56-cı ayədə İnnəkə lə təhdi mən əhbəbt. Sən istədiyinə hidayət edə bilməzsən. Vələkinnəlləhə yəhdi mən yəşə. Allahdır istədiyinə hidayəti verən. Ona görə də bəzən baxırsan ki, yəni bu iki ayə arasında bəzi bilməyən insanlar təşvişə düşə bilir. Çünki Allah Subhanahu wa Taala Şura 52-də deyir ki: "Və innəkə lətəhdi ilə sıratal müstəqim." Sən sıratal müstəqimə hidayət edənsən və başqa ayədə də buyurur ki: "İnnəkə la tehdi men əhbəbt." Sən hidayət edən deyilsən. Yəni buradakı fərq odur ki, qardaşlar, birincisi mutlaq hidayətdən söhbət gedir ki, bunu peyğəmbər belə bacarmır. Sən hidayət edən deyilsən. İkincisi isə hidayətü dələləti vəl irşad vəl bəyan. Yəni bəyan etmə, irşad etmə, çatdırma, təbliğ etmə hidayətidir. Ümumi hidayətdir. Və bunu da peyğəmbərlərin və alimlərin vəzifəsidir, elm əhlinin vəzifəsidir, dəvətçilərin vəzifəsidir.
Sən çatdırırsan, təbliğ edirsən, bəyan edirsən, buna hidayət deyirlər. Doğru yol göstərmə. Lakin onun qəlbini çevirən o hidayətə doğru, buna da hidayət deyirlər. Hidayət, tevfiq və ilham. Və bu da Allah Taalaya məxsusdur qəti surətdə. Bunu insan bacarmır. Bəli. Bu hidayətin iki növüdür qardaşlar. Və sonra buyurur ki: "Ya ibadi, ey qullarım, kullukum cai'un illa men at'amtuhu. Fastat'imuni at'imukum." Deyir ki, ey qullarım, hamınız acsınız mənim yedizdirdiklərimdən başqa. Məndən istəyin, sizi yedizdirim. Ya ibadi kullukum ar illa men kasabtuhu. Sizin hamınız çılpaqsınız, mənim giyindirdiklərimdən başqa. Fastaksuni askikum əv askukum. Və məndən istəyin giyindirmək, Allah sizi giyindirsin. Yəni sizi giyindirim. Mənası nədir? Nə deməkdir? Yəni siz Allaha fəqirsiniz. Allah istəmədikcə, Allah sizə ruzi verməsə, sizə o ruzini heç kəs gətirə bilməz. Sizin bütün geyindiyiniz, yediyiniz, içdiyiniz, hava alırsınız, o havanız, bütün bunlar hamısı Allah'tan bir ruzidir, bunu unutmayın. Yeməyiniz də, içməyiniz də, libasınız da, bütün işləriniz. Necə ki Allah Teala buyurur ki Quran-ı Kerimdə qardaşlar, Fatir surəsi 3-cü ayədə: "Həl min xaliqin gayrullahi yerzuqukum mine's-semai vel-ard." Allah'tan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq mi var? Yoxdur. Rəbbimiz Azza və Cəllə. Və buyurur ki: "Ya ibadi, ey qullarım, innekum təxtauna bil-leyli ven-nahar və ana əğfiruz-zunube cəmi'a." Ey qullarım, siz gecə gündüz Allaha günahlar işləyirsiniz. Və mən günahları bağışlayıram hamısını. Fəstəğfiruni əğfir ləkum. Məndən bağışlanma diləyin, sizi bağışlayayım. Yəni burada xata bir mənada, təxtauna, yəni günah mənasındadır qardaşlar. Allah Azza və Cəllə Ali İmran surəsi 135-də buyurur ki: "Və men yəğfiriz-zunube illallah." Allah'tan başqa günahları bağışlayan kim var? Ancaq Allah'dır. Həmçinin Zümer surəsində Rəbbimiz Azza və Cəllə buyurur ki: "Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah. İnnallaha yaghfiruz-zunube cemi'a. İnnehu huvel-gafurur rahim." Günah etməkdə həddi aşmış qullarıma de ki, Allah'tan ümidini üzməsinlər. Allah günahların hamısını bağışlayandır. O, Gafur ve Rahim olandır. Ve sonra Allah'tan istiğfar etmək qardaşlar. Siz bilirsiniz ki, biz elə bir məxluqatıq ki, Rəbbimizə qarşı gecə və gündüz gizlində və aşkarda günahlar edənik. Bizi yedizdirdiyi halda, içizdirdiyi halda, bizə nemətlər verdiyi halda Allaha asiliklər edərik. Allah'tan diləyirəm ki, bizi bağışlasın. Və Allah'tan istiğfar edin qardaşlar. Allah'tan bağışlanma diləyin. Baxın, Rəbbiniz sizin üçün səslənir. Həqiqətən bunu dərk edən üçün əzəmətli bir sözdür bu. Səni yaradan, səni yoxdan var edən sənə səslənir. Eşit bu səsləyişi. Allah Teala buyurur ki: "Ya ibadi, ey qullarım, gecə gündüz Allaha günahlar işləyirsiniz, asiliklər edirsiniz. Və mən bağışlayıram." Bəzən görsən insana qarşı, məsələn, birisi sənə qarşı bir xata eləyir və yaxud da həddi aşır, haqqına girir. Sən onu illərlə unutmursan. Çünki sən naqissən. Sənin içərisində olan, içərində olan o nəfs ona imkan vermir bağışlamağa. Lakin yaddan çıxarma.
Sənin elə bir Rəbbin var ki, nə günah edirsənsə et. Bir sözün kifayət eləyir. İxlasla Allaha qayıtmağın kifayət eləyir. İxlasla deyirsən ki, Əstəğfirullah. Allah səndən bunu istəyir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Fəqultu istəğfiru rabbakum innehu kana gaffara." Dedim ki, Nuh surəsi 10-cu ayədə dedim ki, Allaha, Rəbbinizə tövbə edin, sizi bağışlasın. İnnehu kana gaffara. Allah Teala çoxca bağışlayandır. Və həmçinin Ənəs radiyallahu anh hədisində Allah Resulü sallallahu aleyhi ve sellem buyurur: "Kullu bani Adəm xattaun və xayru xattain ət-tevvabun." Hər bir kəs, hər bir Adəm övladı, elə bir insan yoxdur günahsız qardaşlar. Elə bir insan yoxdur yer üzərində. Olmayıb və olmayacaq da. Lakin bizə xatırladır ki, Rəbbimiz nədir? Günah edirsiniz, bağışlanma dilədikcə mən sizi bağışlayacağım. Və həmçinin Buxarinin rəvayət etdiyi Əbu Hüreyrə hədisində buyurur ki, "Vallahi inni la estəğfirullah və ətubu ileyhi fil yevm əktəru min 70 mərrə." Bunu Nəbimiz deyir, Peyğəmbərimiz deyir, Rasulumuz deyir. Gözümüzün nuru olan sallallahu aleyhi və səlləm deyir. Baxın, Allah Teala onun vəd verib. Ona xastdır, keçmiş və gələcək günahlarını bağışlayıb Rəbbimiz. Baxmayaraq ki, buna baxmayaraq, Allah Resulü bizə xəbər verir ki, mən 70 dəfə gündə Allahdan bağışlanma diləyib ona tövbə edirəm. Fikir verin. Bəs bizim halımız necə? Min bəbul əvlə biz buna can atmalıyıq. Ki, bütün günü ağzın istiğfarla islah qalsın qalır. Allaha tövbə elə. Və həmçinin başqa bir hədisdə, Müslimin rəvayət etdiyi hədisdə buyurur ki, "Ya eyyuhən-nas." Peyğəmbərimiz deyir sallallahu aleyhi və səlləm. "Ya eyyuhən-nas, ey insanlar, tubu ilallah, əv tubu ilə rabbikum." Rəbbinizə tövbə edin. "Fə inni ətubu ileyhi fil yevm 100 mərrə." Mən 100 dəfə gündə Allaha tövbə edirəm. Allaha istiğfar edirəm. Və fikir versək, hədisdəki olan tərtib, hansı ki fikir verin, hamınız azğınlıqdasınız, hidayət etdiklərimdən başqa, məndən hidayət istəyin, hidayət edeyim, acsınız, istəyin, yedizdirim, paltarsızsınız, istəyin, geyindirim və s. Baxın bura qardaşlar, həqiqətən əzəmətli tərtibdir bu tərtib. Ruziniz, hidayətiniz, bütün hər şeyiniz Allahdandır. Allah yedizdirir, içizdirir. Lakin bax ki, insan Allaha günah eləyir. Allahın əmrindən çıxır. Bugün fikir vermişsinizsə, insanlarda belə bir şey var. Kiməsə yaxşılıq edirsən, o sənin qarşından körlük eləsə, insan nə deyir? Deyir gözündən gəlsin, üzr istəyirəm ifadəmə görə, deyir gözündən gəlsin, filan şey elədim, peşman şey elədim. Fikir verin. Rəbbimiz Azza və Cəllə bütün bunlara baxmayaraq yenə də Allah Teala sənə fürsət verir. Allahdan bağışlanma dilə. Və bil ki, Allah Teala bağışlayandır. Və sonra buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu hədisə, əzəmətli hədisə davam edir. Ya ibadi, innekum len tebluğu darri fetedurruni ve len tebluğu nef'i fetenfe'uni. Mənə sizin nə xeyriniz, nə də zərəriniz çatmır. Sənin yəni nə xeyrin, nə də zərərin Allah Azza və Cəlləyə çatmır. Yəni nə qədər, bax sən günah edirsən, asiliklər edirsən, bu Allah Azza və Cəlləyə zərər vurmur. Bu sənin özünə zərər vurur. Necə ki Allah Teala fikir verin Peyğəmbər sallallahu aleyhi və səlləm küfr edənlər barəsində kədərlənir. Allah Teala ayə nazillədi. Ali İmran surəsi 170-ci ayə. وَلَا يَحْزُنْكَ الَّذ۪ينَ يُسَارِعُونَ فِي الْكُفُرِ. Küfürü seçənlər, küfürdə yarışanlar və ya da küfür üzərində olanlar səni kədərləndirməsin.
İnnehum len yedurullaha şey'a. Onlar Allah'a heç bir ziyan vura bilməzlər. İnsan nə edirsə özünə edir. Öz əməl dəftərini necə istəyirsən doldur. Ya xeyirlə, ya ziyanla. Sonra buyurur: Ya ibadi, ey qullarım, lev enne evvelakum ve ahirakum ve insakum ve cinnakum kanu ala atqa qalbi raculin wahidin minkum ma zada zalika fi mulki şey'a. Ey qullarım, sizin əvvəlinciniz də, axırıncınız da, insiniz də, cinniniz də bir təqvalı kişinin qəlbi tək birləşib təqvalı olsanız, Allahın mülkündə heç bir şey artırmayacaq. Və yaxud da bunun əksi olsanız, günah etsəniz, bir fasiqin qəlbi kimi Allah Teala günah etsəniz, yenə Allahın mülkündən bir şey əksiltməyəcək. Yenə bu Allahın mülkündən bir şey əksiltməyəcək. Sizin ziyanınız ancaq özünüzədir. Necə ki Allah Teala buyurur Nisa surəsi 131-ci ayədə: "Və in tekfuru." Əgər siz küfr etsəniz, "Fe inne lillahi ma fi's-semawati ve ma fi'l-ard." Bilin ki yerin, göyün mülkü, yerde, göydə nə varsa Allahındır. "Və kânallahu ganiyyən hamida." Allah Teala varlıdır, zəngindir Rəbbimiz. Həmd olunandır. Sənin hansı günahın Allaha təsir edə bilər ki? Məsələn, bugün insanlar baxırsan ki, yəni günah eləyir Allaha və yaxud da bunun əksi olaraq bir məsələni qeyd edir. Bəzən görürsən ki, bir insanın İslam'a girməsinə məşhur bir insandır. Baxırsan sosial medialara, gecə gündüz yazırlar ki, İslam'a girdi, İslam'a girdi, İslam'a girdi. Baxırsan ki, bu xəbərlərin çoxusu yalan olur. Bunu yadınızdan çıxartmayın qardaşlar. Heç kəsin İslam'a girməsi ilə İslam izzətlənmir. Bunu dəqiq yadınızda saxlayın. İslam dinimiz onsuz da izzətlidir. Kim isə küfrü ilə Allah Azza və Cəllənin dininə və Allaha heç bir təsiri olmadığı kimi, bir kimsənin hidayətində də Allahın mülkünə heç bir şey qatmırsan. Bunlar hamısı sənindir. Yaxşı əməlində, pis əməlində, hidayətin də, azğınlığın da, imanın da, küfrün də. İmanın da, küfrün də. Və sonra buyurur ki, Ya ibadi, ey qullarım, Lev evvelakum ve ahirakum ve insakum ve cinnakum qamu fi sa'id. Sizin əvvəliniz də, axırıncınız da, insanınız da, cinniniz də bir yerə toplansa və məndən bir şey istəsələr və mən onu versəm, yəni hər bir kəsin, fikir verin ha, Allah Teala hamını deyir, bütün yer üzərində yaradılmış olan nə məxluqat varsa Allah'tan istəsə, bir yerə toplanıb və eyni anda istəsələr və Allah Azza və Cəllə onların hamısının tək-tək istədiyini versə, o Allahın mülkündən bir şey azaltmaz. Ancaq misal verir ki, iynə dənizə batıb çıxarıldıqda nə azaldır? Bax o qədər azaldır. İynəni dənizə batıb çıxarılır, nə azalır? Heç nə. Özünlə heç də götürmür. Allahın mülkü də nədir? Mülkündən heç bir şey azaltmaz. Allahın xəzinəsi tükənməzdir qardaşlar, bitməzdir. Hətta bütün məxluqat eyni anda Allah'tan istəsə və o istədiyi verirsə belə. Necə ki Allah Teala buyurur ki, Nəhl surəsi 96-cı ayədə: "Mə indekum yenfədu və mə indallahi baq." Sizdə olan tükənir, fanidir, gəlib keçir, köhnəlir, bitir, bir həddi var. Ama Allah'ın yanında olanlar qalıcıdır, bitmir. Ve Allah Resulü sallallahu aleyhi ve sellem muttefakun aleyh olan bir hadiste buyurur ki, Allah'ın eli doludur. İnfak etmeyi onu azaltmır. Gece de gündüz de Rabbiniz infak edir. Göyleri ve yeri yarattığından beri ne kadar Allah'ın infak ettiğini görmürsünüz mü? Onun elindekini azaltmıştır mı? Hayır. Allah'ın mülkündən hiçbir şey azalmaz. Və bir yerdə istəsələr sözü, bu hədis bizə nəyə öyrədir qardaşlar?
Allahdan istəyin və bilin ki, Allahın mülkü əzəmətlidir. Yerin göyün mülkü sənin atan, anan, bütün bəşəriyyət Allahın mülküdür qardaşlar. O cür əzəmətli mülkə sahib olan bir Rəbb onu qoyub heç başqasından istəməyə insanın üzü gələrmi qardaşlar? Aciz olan, ac olanda yemək istəyən, kədərlənəndə ağlayan və susuzlanda su istəyən bu aciz məxluqa aləmlərin Rəbbi olan Allah durub da onlara yönələrmi? Yönəlməz əlbəttə. Və hədisdə bir şeyə fikir verin. Buyurur ki, bir yerdə istəsələr, bir yerə toplaşıb eyni anda istəsələr. Əsl olaraq bu zəif olanı çaşdırar. Nə deməkdir? Bu Allahın gücünün, qüvvətinin kamilliyinə dəlalət edir. Həmin bu hissəsi. Məsələn, fikir verirsiniz, hansısa bir, məsələn, Allah subhanahu wa ta'ala bu misallardan ucadır. Səndən bir anda, məsələn, 10 nəfər səndən bir anda, eyni anda danışıb səndən bir şey istəsələr, deyərsən ki, bir danışın, başa düşmürəm. Bu nəyə işarədir? Qulun acizliyinə işarədir. Amma sənin kamil qüdrət sahibi olan, güc sahibi olan Rəbbin Azza və Cəllə deyir ki, bu məni aciz etməz. Hətta hər biriniz, yəni hamınız bir yerə toplaşıb eyni anda istəsələr belə. Bu nəyə oxşuyur? Və həmçinin bu uca Allahın şənini məşğul etməz. Uca Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Loğman surəsi 28-ci ayədə Mə xalqukum və lə ba'athukum illə kənəfsin vahid. İllə kənəfsin vahidə. Sizin yaradılışınız da, dirilişiniz də bir nəfsin yaradılması və dirilməsi kimidir. Yəni, nədir? Bu da Allah Taala'nın, Rəbbimizin kamil qüdrətinə dəlalət edir dostlar. Sonra buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ya ibadi, ey qullarım, innəmə hiyə ə'mələkum uhsiyhə. Bu sizin əməllərinizdir. Yaxşılıq eləsəz də, pislik eləsəz də, günah eləsəz də, xeyir işlər görsəz də, bu sizin əməllərinizdir. Mən onu sayıram sizin üçün. Və sonra nə edəcəm? Və sonra onun qarşılığını sizə qaytaracağım. Və kim o əməllərdə görərsə bir pislik, yaxşılıq görərsə, Allah həmd eləsin. Və kim də bundan başqasını görərsə, öz nəfsini qınasın. Fikir verin hədisə, bu hədisdə, bu hissəsində şiddətli xəbərdarlıq var, arkadaşlar. Allah Azza və Cəllə insanın bütün əməllərinə şahiddir. Elə bir an, elə bir saniyə yoxdur ki, Rəbbinin nəzərindən yan keçsin. Və onu yazır. Və qarşılığı veriləcək. Və necə ki, Kəhf surəsi 49-cu ayədə Rəbbimiz buyurur ki, وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا. Qiyamət günü insan etdiyi əməli öz qarşısında hazır görəcək. Dünyada ki, nələr etmirsən, gizlində, aşkarda, böyük, kiçik, fərq etmir. Bunların hamısını görəcəksən. Allah Taala sənin Rəbbin heç kəsə zülm eləyən deyil. Və həmçinin Zəlzələ surəsində 7-8-ci ayələrə fikir verin. Buyurur ki, فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ. Kim zərrə qədər, zərrə bilirsiniz nədir? Günəşin işığı otağa düşəndə fikir vermişsiniz, orada toz dənəcikləri kimi havada uçuşan şeylər var. O biraz işığı düşür içəri və həmən şeylər zərrədir qardaşlar. Zərrə qədər yaxşılıq etsəniz onu görəcəksiniz. وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Şərran yarah. Miskal zərrəsi qədər də pislik eləsəniz, mütləq görəcəksiniz. İnsan onun qarşılığını mütləq alacaq. Və hər bir əməl yazılır qardaşlar, bundan əmin olun. İstəyir böyük olsun, istəyir kiçik.
Baxın, qiyamət günü insan bunu görəndə təəccüblənəcək. Fikir verin. Allah Teala Kehf surəsi 49-cu ayənin əvvəlinə nə buyurur? İnsanın kitabı veriləndə deyəcək ki, təəccübündən: Məli hədəl kitab? Bu nə kitabdır belə? Təəccübündən deyir bunu. La yuğadiru sagiratan və la kəbiratan illə əhsaha. Nə bir böyük, nə də bir kiçik, heç bir şey yan keçməyib. Hamısı yazılıb. Və ona görə vallah, qardaşlar, insan etdiyi əmələ fikir versin. Danışdığı sözlərə fikir versin. Kiməsə qarşı olan müamiləsinə fikir versin. Və bil ki, qiyamət günü etdiyin, danışdığın bütün əməllər kitabında yazılacaq. Ya orada şər görəcəksən, ya da xeyir. Allahdan diləyirəm ki, bizi xeyir görənlərdən etsin. Allahümmə əmin. Və Allah Teala bunun qarşılığını salih əməl etsən, onun qarşılığını verəcək. Ümumiyyətlə, elm əhli buyurur ki, dünyada ikən salih əməlin qarşılığı, yəni ümumiyyətlə salih əməlin qarşılığı iki cür verilir, qardaşlar. Müminin etdiyi salih əməl var, kafirin etdiyi salih əməl var. Müminin etdiyi salih əməl həm dünyada qarşılığı var, həm axirətdə. Şübhəsiz ki, axirətdə olan qarşılığı daha əzəmətlidir. Kafirin etdiyi yaxşı əməl isə nədir? Yalnız dünyada əcrini alır. Yalnız dünyada əcrini alır deyəndə ona qarşılıq verilir. Ona qarşılıq verilir. Qiyamət günü isə فَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا. Allah qorusun. Onların əməllərinə baxılacaq qiyamət günü və sorulmuş toz dənəciyi kimi olacaq. Yəni, heç bir əməlləri onlar üçün qiyamət günü fayda verməyəcək. Bəzən insanların ağlına şeytan vəsvəsə gətirir və təəssüflər olsun ki, bəzən bunu müsəlmanlar da deyirlər. Deyir ki, filan kəs deyir, gecə gündüz yaxşılıq eləyir, ay filan dövlətə, ay filan yetimlərə belə elədir. Yox, bunlar niyə görə cəhənnəmə getsin? Qardaşım, onların əcri, o salih əməl ki edirlər, bu dünyada veriləcək sadəcə. Allah qorusun. Qiyamət günün heç bir nəsib yoxdur onlara. Çünki Allah Teala bu cür deyir. Çünki bu Allahın ədalətinə yaraşmaz axı. İnsan küfr eləsin, şirk eləsin, Allaha imanı yox. Gəlib qiyamət gün möminlə eyni ola bilərmi? Nə olur billah? Allahın ədalətinə yaraşmaz. Lakin Allahın ədalətindən yenə də yaraşmaz ki, onlara heç bir əcr verməsin. Dünyada kim qarşılığını verir onlar üçün. Yalnız möminlərə isə həm dünyada, həm axirətdə əcrini verir. Çünki Ənəs bin Məlik radiyallahu anhunun Müslimin rəvayət etdiyi hədisdə buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem bu cür deyir. Allah möminə etdiyi həsənətə görə zülm etməz. Ona mükafatını dünya və axirətdə verir. Fikir verin Rasulullah sallallahu aleyhi ve sellem sözünə. Kafirə isə Allah üçün etdiyi yaxşılığın qarşılığını dünyada verər. Axirətdə isə bundan heç bir şey yoxdur. Bundan ona heç bir şey çatmaz. Hədisi Müslim rəvayət edibdir. Fikir verin burada bir məqama. Allah Resulü demədi ki, etdiyi yaxşılıqlar üçün. Deyir ki, Allah üçün etdiyi yaxşılıqlar üçün. Bəzən kafirlərdə də olur. Yəni onlarda ixlas yoxdur ki. Bəzən görürsən ki, yəni insanlara və yaxud da sosial şəbəkələr üçün bunu edirlər. Və onlar bunu etdiyi müddətcə nədir? Onlar üçün heç dünyada da əcr yoxdur. Dünyada da qarşılıq yoxdur. Bəli. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, kim əməlində xeyir taparsa, Allaha həmd eləsin. Allaha həmd etsin sözündə iki şey qəsd olunur. Birincisi, salih əmələ müvəffəq olduğun üçün Allaha həmd elə. Çünki bu Allahdandır. İkincisi, öz əməlinə verilən mükafata görə Allaha həmd elə. Mükafata görə Allaha həmd elə. Və sonra buyurur ki, وَمَنْ وَجَدَ غَيْرَ ذَٰلِكَ فَلَا يَلُمَّنَّ إِلَّا نَفْسَهُ. Və kim də bundan başqasını taparsa, ancaq öz nəfsini qınasın. Ona görə insan, bu hədis bizə öyrədir ki, nəfsini hesaba çək.
ölüm sənə gəlməmişdən öncə Allaha qayıt. İnsanın aldığı nəfəslər sayılıdır qardaşlar. Allah Azza və Cəllə buyurur ki, peşman olan insandan danışır Rəbbimiz. Müminun surəsi 99-100 ayələr. Buyurur ki, həttə idə cəə əhəduhumul məvt. Onlardan birinə ölüm gəldiyi zaman neynəyərlər? Qalə rabbirci'un. Allahım məni qaytar. Niyə? Niyə qayıtmaq istəyirlər qardaşlar? Ləalli a'malu salihan fīmə tərakt. Ola bilər ki, tərk etdiyim əməllər, salih əməlləri eləyim. Baxın, o nəyi istəyir? Baxın, başa düşüb artıq, haqq ona çatıb. Bilir ki, qiyamət günü insana fayda verən yeganə şey salih əməllərdir. Salih əməllərdir. Baxın, siz dünyadasınız. Onların arzuladığı şeylərin içindəsiniz. Ona görə də neyiniyin? Bu günlərinizi, bu saatlarınızı boşuna keçirtməyin qardaşlar. Elə ki, Allah Taala'ya bu cür xitab etməyəsiniz ki, Allahım məni qaytar. Allah Taala buyurur ki, kəllə innəhə kəlimətun huvə qailuhə. Onun dediyi söz boş sözdür. Və min vəraihim barzaxun ilə yevmi yub'athun. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı var. Artıq öldünsə, bitdi. Sadəcə sənsən və salih əməllərin və yaxud da ki, pis əməllərin, günahların. Bu dünyada seçim et, ey adam oğlu. İmmə əməllərin səni cənnətə aparacaq, Allahın rızası ilə, razılığı və izni ilə, və immə cəhənnəm. Allahdan diləyirik ki, cəhənnəmə və ona gedən yollardan bizi qorusun və bizim üçün cənnətə və onu gedən yolları bizim üçün asanlaşdırsın. Və bu əzəmətli hədisdən həqiqətən fayda çıxanlarındayız. Allahumma amin. Velhamdülillahi Rabbil alemin.